Niyə dəfələrlə nə qədər peşman olsaq da və eyni şeyi eləmək istəməsək də, eyni döngülərin içərisində sıxışıb qalırıq? Gəlin Karen Horney'nin Otoanaliz kitabında bunun izahına baxaq. Saldırılardan qaçmaq dovşanın təhlükələr qarşısındakı strategiyasıdır və sahib olduğu tək strategiya da budur. Qaçmaq yerinə savaşmağa qərar verə bilməz, çünki dovşan savaşmağa uyğun araçlarla donatılmamışdır. Bənzər şəkildə çətin situasiyalarda böyümüş bir uşaq həyata qarşı təməldə nevrotik eğilimləri olan və bunları özgür iradəsi ilə dəyişdirəməyəcəyi, zorunlu olaraq qalması gərəkən bir dizi tutum gəlişdirir. Bununla birlikdə dovşanla etdiyimiz bənzətmə tamamilə keçərli deyil. Çünki dovşanın yapısı baxımından təhlükə ilə başa çıxmaq üçün başqa bir yolu yoxdur. Amma insan doğası gərəyi başqa potensiallara sahibdir. Şəxsin özəl tutumlarına bağlı qalma gərəkliliyi anayasal sınırlamalarda deyil, qorxularının, çəkingənliklərinin, qırılğanlıqlarının, yanlış hədəflərinin və dünya haqqındakı yanıltıcı inanclarının, bilişsel çarpıtmalar deyirik biz buna, toplamının və bireyi belirli yollara həbs etməsi və digərlərini dışlaması gerçeğində yatmaqdadır. Bütün bunlar bizi qatılaşdırır və dəyişikliyə icazə vermir. Özümüzün bunu etməyi nə qədər çətin olsa da, Karen Horney'ə görə həyatın özü elə böyük bir dərs kitabıdır və oradan öyrənəcəyimiz çox şeylər var. Amma əgər ki siz bunda çətinlik çəkirsinizsə, bir mütəxəssisdən, psixoterapistdən yardım ala bilərsiniz.